özüm də utanıram, xəcalət çəkirəm. Dost, qohum, əqrəbə, tanış, biliş, belə yerlərdən müraciət edirlər. Mən başa sala bilməm ki, mümkündür. Yarım milyon üzv var bizdə, bilirsiniz ki. Tabi yer yox, sən nə yer verilir bizə, nə filan, nə beş mekan. Bunlar hamısı, çünki hər bizim partiyaya gələni mən bütün həyatını apsveyçilə edirəm. Neyinki işlə? Bütün həyatını. Gəlsin az yalavac, bir ildən sonra onu xoşbaxt eləyirəm. Bilirsiniz ki, işlə, pul, para, ev, eşik, bizdə hər bir şey var, bu təbiidir. Yəni, ehtiyacımız yox. Yəni, istənilən adam gəlib sizin partiyaya girirsə... Bəli, bir ildən sonra ancaq elə mən bunu, yəni ki, tam... Onun üçün birinci şərt odur ki, həmin adamın əqidəsi olmasın, qalan hər şey düzəlir. Mən neyəsiniz əqidəsiz, yəni bu belə bir, yəni yolumuz budur, yəni bu bizim, yəni partiyamızın necə gəlir, konstitusiyası belə bir şeydir ki, yəni o barədə söhbət gələ bilməz. Mənlik, kişilik filan, beş miktar, yəni bunlar bizim də boş bir şeydir. Yəni, sizlərdən vacib işlər var. Bəli. Partiyanın üzvü olmaq üçün bu şərtlər lazım deyil. Bu şərtlər, bəli. Bax, yaltaqlıq elədir ki, ya dünən yaranmayıb, ya bugün yaranmayıb. Yox, bunun kökü tarixlidir, niyə gedir? Bu, hətta nağıllarda... Nağıllarda, amma nağıllar bir göz olur, dediyim ki... İnkişaf eləməyinin səbəbi nədir axı? Ki, yaltaq olmaq istəyənlərin sayı həddən artıq çoxdur. İnsanlar da zara gəlir də, nə qədər yoxsulluq olar, nə qədər kasıblıq, nə qədər arzularına çatmamaq, nə qədər problem olar. Bizə gələn qutarır da problemlər. Bütün problemlərini işə çevirmək. Yəni, istənilən məqsədə çatmaq olur. Hər bir şey. İmkan var, şərait var, sponsor var. Hər yerdə dəstəyi bizə. Bildiyiniz kimi də. Demişdiniz ki, bu həm biz maddi cəhətdən imkanlıyıq, həm də yaltaq olmaq böyük bir sağlamlıq deməkdir. Sağlamlıq, şərəf duyuruq. Sağlamlıq halında. Biz ömrün boyu biz əyil dur, sumka daşıyıb, bayıqda daşıyıb, bunlar hamısı biz nə demək? Bunun özü bir idmandır da. İdman demirlər, gəlsin zamanlar, gəlirlər. Bunun özü bir mədəniyyətdir də. Bunun özü bir idman sağlamlığıdır da. Hətta pulu demirəm sizə. İnsanı dingildədən nədir? Var dövlət deyilmi? O da var bizdə də. Yaşa da. Hələ insan xəstələnər. Hələ insan uzun ömür yaşayır. Üzündə bir olar. Bəlkə, bax, heç belə vaxtlar olubmu ki, bax, bezəsiniz yaltaqlıq eləməkdən, deyəsiniz ki, mən indən belə çalışıb dəqiqəli insan olacam. Yox, hətta onun özümüzə təqqir sayıram. Yəni, bizə yaraşan bir şey deyil. Yox da, deyirsiniz, biz də oturaq qara şubi geyik, oturaq termometin ayaqqabı geyiniyik, sintetika geyiniyik. Yəni, o biz deyir, niyə mən ikra yeməməliyəm? Niyə mən asatrin yeməməliyəm? Niyə bütün arzularıma çatmamalıyam? Niyə axıranla ilə gezməməliyəm? Niyə bahalı maşında? Niyə villam olmamalıdır? Yox, vazmən. Mən arzu eləyəm, müraciət eləyirəm xalqa ki, buyurun. Yəni, yola çıxdı, gəlin bizim mirə, bizim yola, mənə elə gəlir, hə. Əqidəli yaşamaqdansa elə... Xeyr, bəli, vazmən, hömrünüzü qoydunuz, həyatınızı, bütün canınızı, xalqın yolunda, düzgünlük yolunda, neylədir? Hanı bəhrəsi? Yox, bizdən danışmayaq, yox, bizdən danışmayaq. Hər halda sizin partiyadan danışırıq, sizdən danışırıq. Biz, bax, deyirsiniz, partiyada yer yoxdur, üzvlərinizin sayı çoxdur. Artıq çoxdur. Bax, çatışmayan işləriniz varmı? 3 dənə problemimiz var, bazımım. İllər boyu deyirəm, deyəcəyəm, yəni bunu belə qoymayacaq. Bir qoymurlar bizi öz yaltaq qəzetimizi buraxmağa. Mən hansı səbəbə görəm. Partiyamızın bəli, Azərbaycan Yaltaqlar Partiyasının qəzeti olmalıdır. Bir də o deyil, bir də ki, mən o vaxtı dedim ki, bir sabun buraxmaq istəyirik. 1000 dənə yerdən sabun geçizdirə bilərik. 1000 dənə yerdə aça bilərik. Yox, öz milli sabunumuz. Respublikada bu... Yəni, millətini, elini, xalqını, obamı sevən bir insan kimi. Öz milli, bizim sabun, ağabey, işlədmirsin, işlədmir. Bizə o sabunlar lazımdır. Çox vacib. Əcnəbi sabunlar ölçüdür. Mən vətənimə hörmət deməkdir bu. Yəni, öz torpağıma hörmət mənasında öz milli sabunlarımıza ehtiyacımız var. Məsələn, pul istəyirəm, para istəyirəm, nə istəyirəm, özüm tükürəm, nalogu da verirəm, nə deyirsiniz eləyirəm də. Şapka deyirsiniz, nə deyirsiniz mən verim, çəkimin qoyma zavodu. Sabun zavodu sizin partiyanın olmalı, Yaltaqlar Partiyasının olmalıdır. Yəni, öz şəxsi sabunumuzla biz çinmək istəyirik və pözünü çələmək istəyirik, işləmək istəyirik. Şəxsiz işimizdir. Nəyə görə, nə tərişdə, o ki, o qaq. Niyə görə qoymursunuz? Bundan nə ziyan ola bilər? Pul para istəmirik. Nədir, qanunla, qayda ilə, nalogu da verir. Niyə qoymursunuz? Bir də ki, bu orden məsələsidir. Fəxri adlardır. Fəxri adlardır. Yaltaq fəxri ad, əməkdar. Yaltaq xalqadır, ordenlərdir. Nətər olur? Bir dənə gəlir, obraz oynayır, ona əməkdar adı verə bilirsən. Gəlsin, 1001 dənə sifətə girim də. 1001 dənə rojaya girim. Nətər olur bizə orden verirdi? Bir dənə getdi, 41-45-də vuruşdu, neynəmədi, ona orden verdi. Nətər bizə nişan verirmi, orden verirmi? Niyə görə? Gəl çağır da xalq artistini çağır, Liboy aktör, gəl. Gör o 101 sifətə girsin, mən 1001 sifətə girim. 1001 dənə obraza.
Sutkanın 20 saatı tələmiz işləyir. Bəs bunlar bir sənətdir. Bu Hər dəfə fəxri adlar veriləndə deməli siz yanıb tökülürsünüz. çox bizə təsir edir. İnandırım sizə. Paxıllıq da bizdə olan paxıllıq kimdə var. Bu düzgün deyil axı. Bir baxın görün kimə verirsiniz fəxra. Kimə verirsiniz xalqadır. Kimə verirsiniz əməkdar. Biz yaltaqlar ömrü billahlar. Nə üzlər görməmişik, nə üzlərə girməmişik. Neçə illərdir bu sənətdə? Ömrümüz boyu 30 illə, 40 illə bu yolu gedənlər var bizdə. Hələ məndən deyirlər cavanlar ki, Hətta nəsildən nəsilə də keçir. bəli bu nəsilliklə getməlidir mütləq. Qan öz formasını alır. Qan bu nəsil kök öz formasını alır. İncillər cavanlar ki, niyə bizi göndərmişsiniz vəzifə? Axı yaşlılarım var məndə. İncinməsinlər mən. Cavan kadrlardan istifadə eləmirsiniz. 30 il bu yolu gedən var. 30 il biz bu kaçalka olanlar var. 30 ildir canlı sumka rolunu oynayır. 30 ildir canlı deşilka. Biz bu nətər insaf dilin yarısıdır. İnsafımız var. Nətər onu koyun. Yani vəzifə olma olsun, evin eşiğin var, pul para var, tükan bazar var. Yani güzaran her bir şey var da. Yoktu sözü yoktu bizde de. Deməli siz həyatda hər şeyi havayı əldə edirsiniz. Her şey. Xaləvşiki də. Darmayedi mi? Belediye, как на азербайджанском, халявщики. Darmayedi. Bəli, havayı. Ha, havayı. Her şeyin havayısı. Ne yoğururuq, ne yapırıq, hazırda köke tapırıq. Vazna. Amma sənətiniz var da sənətdir. Bu da profesiya, bu da rajcun. Bu hər bir sənətdir ki, hər şeyimiz qurban bu sənətə. Bizə hər şeyi bu sənət verdi. Acından onların biriydim. Kim idin? Yoxsul, qarnım kürəyimə. Bu günləri gör kim oldun? Böyük şəxsiyyət oldun. Nə qazanırsınız? Ən çox qazandığınız vaxt seçki vaxtları olur. Seçki vaxtları, vəzifəyəcə də, yəni ki, hamısını. Amma bir vaxtlar demək sizin partiyadan 3-4 nəfər ayrılmışdı. Ayrıca bir partiya yaratmaq istəyirdilər. Yaltaqlar partiyası. Bunlar cib yaltaqları deyirlər də. Bunun axırı nə oldu? Deyəsən heç uğur qazana bilmədi. Yox, məndən ayrılan xeyri tapmaz bu vaznar. Yəni ki, o boydanı sən gəl qoy ginən, o boydan nəhəng bir partiyanı sən gəl, özün mümkün olan bir şeydir. Bunu elə yaratmışam ki, yaratmışam. Rahat balayam ki, rahat bala. Yəni bu mümkündür. Bu əbədi getdi bu partiya. Baxın, siz həmişə deyiləmə görə həmişə siz gəzirsiniz, bütün eli obanın hər yeri. hər yeri gəzirsiniz. Amma bax, Cangüdənlə gəzirsiniz. Bunun səbəbi nədir? Yəni onu gördür o ki, yaxınlaşırlar, inandım, çıxa bilməm, nə qədər yaşlılar, qocalar, cavanlar, özüm də utanıram. Hamısı partiya, balamı işe getirir, özümü, o filan, o hamısı gəlmişsin, nə qədər aklım var vazna. Özüm də utanıram, istəmirəm. İndi siz burada studiyaya gələndə də yanınızda nə qədər adam gəlir? Nə qədər, mən nətər verir, hələ gələndə hələ pul deyə, paylayıram, halal xoşlar deyə. Hələ belə evdən çıxdım, hələ belə dedim, gəlim 5 dəqiqəm vazınayım, gəlim, görüm, söhbətləşək, dərdləşək. Hələ 2000, 3000 lira hələ ona çatdım, ona çatdı. İndi uşaqları da nəzərə alacağım, yaddan çıxarmamışam. Yəni zəhmət çəkilir. Gələm hərdə aynəsə prezentasiya edirəm ki, puldur, paradır. Nədir, əliyyə idi. İnandırım sizi, özüm də utana qalım hələ, sözüm düşür yerə. Yəni ki, atqaz. Bir-birdən başqa hər yerdə. Hamısı, hara gedirəm, pul, para. Yəni ki, bir qalacaqda Xodayla bizə işləyini görəm yox. Heç yaxın buraxmayınız bizi nəsə. Balaca ilçiyirəm bu barədə. Bax, yaxşı da indi birdən sizin partiya axın azaldı. Hamı əqidə ilə yaşamaq istədi. Onda qoymarıq yəqin ki.